Salam dostlar, gününüz xeyirli olsun. Bugün hələ sizlərlə birlikdə TİMO 6-cı sinif nümunə suallarından baxacağıq. Belə isə başlayaq. Deməli, ilk sualımızda deyir ki, aşağıdakı şəkildə verilmiş kiçik kvadratların hamısı eyni ölçüdədir. Buna əsasən rəngli kiçik kvadratların sahələri cəmi böyük kvadratın sahəsinin neçə hissəsini təşkil edir. Deməli, ilk öncə biz hamısını tək-tək tapmalıyıq. Saylarını 3, 3, 9 dənə göy rəngdə var. 1, 2, 3, 4 dənə tam ağ rəngdə üstə gəlinsin. 1, 2, 3, 4 yarımlardan alınan və üstə gəlinsin 1, 2, 3, 4 dənəsinin birləşməsindən bir əmələ gəlir ki, 9 dənə. Deməli, mavi sahə ilə ağ sahənin eyni olduğunu gördüyümüzə görə, deməli, ümumi sahə 18-in 9-a təşkil edir ki, bu da yarısı deməkdir. Cavabımız olur nə? B variantı. Keçək ikinci suala. Elif, İnci, Kayra və Zeynəb 4 bacı qardaşlar, yaşları 8, 13, 17 və 19 olan bacı qardaşların yaşları haqqında aşağıdakı məlumatlar verilir. Elif Kayradan kiçikdir. Elif və Zeynəbin yaşları cəmi 5-ə bölünür. Deməli, bu 8 ilə 17-dir, məsələn. Və Kayra ilə Zeynəbin yaşları da bölünür. 13 isə gəl, 17 də budur. Elif Kayra'dan kiçik olduğuna göre avtomatik olarak ikisinde de eyni olan Zeynəbdir. Deməli bu Zeynəbdir. Buradan canavara salam olsun, özü bilir. 8 ilə 13 düzdürmü? Deməli Elif Kayra'dan kiçikdirsə, deməli bu Elifdir. Bu da nədir? Kayra'dır. Kayra və Zeynəbin yaşları cəmi 5-ə bölünür. Buna görə İnci ilə Elifin yaşları fərq. Deməli 8 yaş oldu Elif, 13 yaş oldu Kayra, 17 yaş oldu Zeynəb, 19 yaşlı oldu kim? İnci. İnci ilə Elifin yaşları fərqindir. 19-dan çıxacaq 8-i, bu da edir nə? 11, Y variantı olmuş olur. Keçək növbəti sualımıza. 3-də. Maya aşağıdakı qrupların hər birindən bir həndəsi forma seçəcək. Qruplar bunlardır. Maya hər dəfə 3 müxtəlif həndəsin axşamalik şərti ilə bu seçimi neçə müxtəlif yolla edə bilər. Yaxşı. Bu sualda iki fərqli yoldan istifadə edilirlər. Sadəcə mən bunu bir dənə dəqiqləşdirmək istəyirəm. Görək bu kvadrat bütün şəkillərdə belədir. Mənə maraqlıdır, görürsən bu fərqlidir yoxsa yox, bunu dəqiqləşdirmək lazımdır. Bir də dəqiqləşdirim bunu. Burada belə başa düşdüm ki, normalda mən də düşünürdüm ki, bəlkə fərqli fiqurlardan, amma elə deyil. Çünki daha doğrusu eyni fiqurda, amma düşünürdüm məsələn biraz bəlkə altı kəsikdir, amma baxdığımız zaman yəni ulduz və s. tamdır da yəni. İşte yaxınlaşdığında piksel görünür, amma məncə tamdır. Bu da fərqli bir fiqur kimi baxaq. Yəni fərqli bir fiqur kimi baxaq. Dostlar, fərqi yoxdur. Yol eyni yoldur. Yolu biləndən sonra gerisi sadədir. Biz buna fərqli yol kimi, fərqli fiqur kimi baxaq. Deməli, ən birinci başlayıram nədən? Fərqli olanlardan. Fərqli olan nədir? Məsələn, bax, üçbucaqdır, bu kvadratdır və nədir? Bu içi boş altı bucaqlı aşağıda varmı? Kvadrat var, kvadrat yox. İçi boş altı bucaqlı və bu üçbucaq. Bu üçünü seçdiyimdə də aşağıdakılarda heç bir problem yaratmışdır. Birbaşa mən nə yazıram? Yazıram 3 vurulsun. Bunlar sizin üçün aşağıda heç bir problem yaratmır. 3 vurulsun, birinci ulduzdan başlayaq. 3 vurulsun 1, ulduzu götürsəm aşağıda hər üçünü seçə bilirəm. 3 vur, 1 vur 3. Üstə gəlsin yenə. 3 vurulsun, bu altı bucaqlını götürəndə, yəni 1, aşağıdan x-ini seçə bilirəm. Üstə gəlinsin, deməli 3 vurulsun, 5 bucaqlını götürəndə aşağıdan hər üçünü seçə bilirəm. Və yenə də 3 vurulsun, bunu götürəndə aşağıda yenə hər birini eləyə bilirəm, seçə bilirəm. Üçlülər bitdi, üstə gəl. Keçək digər hissəyə. Ola bilsin ki, cavab bəlkə də burada alınmasın, bilmirəm, amma. Deməli, mən bununla və bununla olan bütün variantlara baxdım. Qaldı bu ikisi. Bunu götürdüyümüzdə 1 vurulsun. Ulduzu götürə bilmirəm, bunu götürürəm. 1 vurulsun, aşağıda ikisini götürə bilərəm. Ardından yenə ulduzu götürdüm. 1 vurulsun. 5 bucaqlını götürdüyümdə aşağıdan hər üçünü seçə bilirəm.
Üstə gəlsin yenə ulduz vurulsun. Aşağıda bunu götürdüyümdə yenə nə edə bilərəm? Aşağıdan hər ikisini seçə bilirəm. Üstə gəl. Ulduzla da işim bitdi. Ulduzla da bir də çık. Keçdik kvadrata. Kvadratı seçdiyimdə aşağıdakı üçünü, dördünü də seçə bilirəm. Aşağıdan hər birini seçə bilirəm. Bu səbəbdən ilə birbaşa 3 vurulsun 4 yazacağım. 1 vurulsun 4 vurulsun. Aşağıdakinin hər birini seçə bilirəm. Bunu seçəcəm. Amma aşağıda sıxıntı yaradır. Ya tek baxmalıyam. Məcbur tek baxmalıyam. Bunu seçib ulduzu seçsəm 1 vur 1 vur 3-ünü də seçə bilirəm. Üstə gəlsin. Bunu seçib bunu seçsəm 1 vur 1 vur. Aşağıda ikisini seçə bilirəm. Üstə gəlsin 1 vur 1 vur. Aşağıda 3-ünü də seçə bilirəm. Çünki aşağıda 5 bucağı yoxdur. Üstə gəlsin 1 vur 1 vurulsun. Aşağıda yenə nə edə bilirəm? 3-ünü də seçə bilirəm. Çünki fərqli fiqurdur. Bundan da işim bitdi. Axırda indi bunları toplamaq qaldı. 9 üstə gəlinsin. 6 üstə gəlinsin. 9 üstə gəlinsin. Üstə gəlsin. Yenə 9 üstə gəlsin. 2 3 3 3 2 3 3 9 9 9 27 6 11 14 17 20 23 25 Biz 52 aldıq. Böyük ehtimal ki bu fiqur kvadratıymış. Ona görə biz çox aldıq. Yəni bu olsa. Amma fərqi yoxdur. Yəni belə olsaydı və kvadrat olsaydı bunu seçəndə bunu seçməyəcəkdik. Belə bir şey olacaqdı fərq. Biz ona belə baxdıq deyə indi fərqli bir cavab aldıq. Amma bütün hamısını da elə deyə məni də qınamayın. Üçündə də fərqli idi və yaxınlaşdırıldığında da düşündüm ki, bəlkə kəsilib, amma kəsilməyib. Bax, məsələn, altı bucaq yerindədir. Ulduzun ayaqlarına fikir verin, ayaqları yerindədir. Ona görə biraz tərəddüddə qaldım deyə onu fərqli fiqur kimi götürdüm. Gəldik dördüncüyə. Deməli, 4-də deyir ki, bizə aşağıdakı fiqur oxlarla A, B, C, D və Y hərfləri ilə işarələnmiş uşaqların yaşlarının əlaqəsini göstərir. A, B-dən, A-dan B-yə gedən ox A-nın B-dən böyük olduğunu göstərir. Belə olan halda ox hansına daha çox gedibsə o böyükdür. Deməli, ən böyükləri Y-dir. Ardından daha az gedən C-dir. Biraz daha D, A və ən aşağıda da nədir? B-dir. Deməli, ən kiçikləri B-dirsə, bizdən deyir ki, bəs bu diaqramda nəzərləmişdən kiçikdən böyüyə sıralansa, kiçikdən böyüyə, yəni aşağıdan yuxarıya doğru baxsaq, ikinci olan kim olacaq? Ən kiçik budur, ikinci sənədir. A olmuş olacaq, cavabımız olacaq elə A variantı. Keçək növbəti sualımıza. 5-ci sualda deyir ki, nömrələnmiş nöqtənin altındakı diaqram xətt segmentləri ilə birləşdirilir. Bundan əlavə hər 14 nöqtə bu diaqramda özünü təkrarlayır. Hər 14-cü nöqtəyə demək istəyib. Baxaq görə təkrarlayırmı? Özü bizə deyib bunu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13'də təkrarlayır bu arada. 13 təkrarı bitirir. 14-dən yenisi başlayır. 14-ə bölməyəcək yəni. Bizdən 2022 ilə 2005 arasını soruşursa deməli necək? 2022-ni böləcəyik 13-ə. Bir dəfə yerə işte çıxdıq 13, 72-nin içərisində 5 dəfə 65, çıxdıq yenə 72, yenə 5 dəfə 65, qaldı nə? 7. Deməli 7-cidən etibarən başlayanda 22, 23, 24, 25. Bu fiqur hansıdır? Təbii D variantı olmuş olur. Davam edək. 6-da deyir ki, yuxarıda verilmiş mavi üçbucağın perimetri 29 cm, qırmızı bərabər tərəfli üçbucağın perimetri isə 42 cm-dir. Deməli, 42 cm isə bunun hərəsinə nə qədər düşdü? 14 cm düşmüş oldu. Məlumdur ki, mavi üçbucağın bir tərəfinin uzunluğu ilə qırmızı üçbucağın tərəfinin uzunluğu bir-birinə bərabərdir. Bura 14 isə burada 14 verdim. Bunun perimetri 29 idi. 29-undan 14-ü bura düşdüsə, deməli bu ikisi birlikdə neçədir? 15-dir. Bir tərəfin uzunluğu ilə qırmızı üçbucağın bir tərəfin uzunluğu bərabərdir. Bərabər tərəfləri birləşdirməli alınan dördbucağın perimetri neçədir? Bunları birləşdirməli deməli mən bu üçbucağı nə edəcəm? Gətirəcəm. Tam olaraq bunun bu şəkildə üstünə birləşdirəcəmsə
Belə birləşdirəcəmsə bura alınan 4 bucaqlı da bunun 14 ilə bunun 14-ü itəcəklər. Yaxşımı? Bu 14 ilə bu 14 itəcək. Yerdə qalanlar isə qalacaq. 14 qalacaq. Bunlar da ikisi zaten birlikdə neçə idi? 15 idi. 28 bu da 15 birlikdə necə neçə? 43 cavab olacaq nə? B variantı olmuş olacaq. Keçək növbəti suala. 7-ci sualda deyir ki, məlumdur ki, məktəbdə basketbol komandası oyununu izləməyə gələn tamaşaçıların sayı 500-dən çox, 700-dən azdır. Tamaşaçıların sayının müxtəlif rəqəmlərə malik cüt ədəd olduğu da məlumdur. Buna əsasən tamaşaçıların sayı neçə müxtəlif qiymət ala bilər? Tamam. Deməli, biz nə edə bilərik burada? 500-dən çox, 700-dən azdır, cüt olmalıdır, falanlar, fistanlar. Deməli, 1, 2, 3 rəqəm nə ibarətdir də 500, düzdürmü? 500 ola bilər, bir də nə ola bilər? 600 ola bilər. Bir də 1, 2, 3. 500 olsa, burada 5 olsa, sonda cüt olması üçün 0, 2, 4, 6 və 8 ola bilir. Ortada isə 0-dan 9-a hamısı ola bilir. Düzdürmü? Burada isə əgər 6 olsa, yenə də sağ tərəf bu səfər isə 0 ola bilər, 2 ola bilər, 4 ola bilər, 8 ola bilər, 6 ola bilmir. Niyə? Çünki müxtəlif rəqəmlərə deyib. Bura isə 0-dan 9-a yenə hamısı ola bilir. Belə olan halda burada sonda 4 dənə düşür, qabaqda 1 dənə düşür. İndi 1 bu, 1 bu. Bu nədirsə, bu da nədirsə, bu onların ikisi də ola bilməz, düzdürmü? Deməli, burada 4 dənədir, onun birini 4 dənədən biri və həmçində ki, burada 6, nə olursa olsa, məsələn, burada 0 olsa, burada 6 olsa, məcbur bura neçə düşəcək? Normalda 10 dənədir, bəli, 0-dan 9-a qədər. Amma biri orada, biri burada təkrarlanır deyə bura neçə düşür? 8 düşmüş olur. Həmçində burada sağda 5 variant var, solda 1 variant var, düzdürmü? Normalda burada 10 dənə variant ola bilər, amma bu 5-dirsə, bunlardan hər hansı biri olsa, bu onu təkrarlamamaq üçün məcbur olmalıdır, nə etməlidir? 2 dənə azalmalıdır, həm sola, həm sağa görə. Olacaq neçə? 8. 1 vur 8 vur 5, 40. 1 vur 8 vur 4, 32. İkisi birlikdə edir neçə? 72 olur, D variantı. Məsələn, ta ki 4 rəqəmli olsaydı, burada 5, burada 0-dan 9-a qədər, burada 0-dan 9-a qədər. Məsələn, burada nə olacaqdı? 0, 2, 4, 6, 8 olacaqdı. Hansı ki, yenə də burada 5 olacaqdı, burada 1 olacaqdı. Bu səfər bu 8-dirsə, bu 7 olmaq məcburiyyətindədir. Çünki bu səfər 3 dənə təkrarlanmaması üçün 3 dənə rəqəm var artıq. O 3 rəqəmi təkrarlanmamaq üçün bu 7 olmaq nə idi? Məcburiyyətində idi. Təklərdə bu şəkildə, cütlərdə bu şəkildə. Məsələn, 8 olsa, 8-də də eyni qaydada. Burada 1 dənə olacaq. Burada 0 olacaq, 2 olacaq, 4 olacaq, 6 olacaq. Bu səfər 8 olmadığına görə 4 dənə olacaq. Və burada 0-dan 9-a qədərdirsə, ikisi təkrarlanır deyə burada məcbur olacaq. 8, 1 vur, 8 vur, 4 olmuş olacaq. Yəni 6 ilə eyni olacaq. Keçən növbəti suala deyir ki, bəs nömrələnmiş qurban hansının götürməli fiqurun səthinin sayəsini dəyişməyəcək? Avtomatik olaraq söhbət nədən gedir? 4-dən gedir ki, biz 4-ü buradan götürsək ki, bunun tərsə çevrilmiş formasında bir şey olacaq. 4-ün zaten altı var, solu var, önü var. Bunu da götürəndə 3 dənə tərəf varsa, bunu da götürəndə yenə o zaten belə bir şey alacaqdır. Orada yenə də 3 dənə tərəf yerində qalacağı üçün dəyişmiş olmayacaq səthin sayəsi. Həcm dəyişə bilər, amma səthin sayəsi üst götürüldüyünə görə dəyişmir. 9. Əhmədin çantasında 86 mavi mərmər, 52 sarı mərmər, 106 yaşıl mərmər var. Əhməd bu mərmərlərin hamısının dostlarının hər birinə 2 müxtəlif rəngli mərmər verərək paylamaq istəyir. Buna görə Əhmədin neçə dostunun sarı və yaşıl mərmərləri var. Deməli, biz birinci növbədə mavini nə etməliyik? Yox eləməliyik. Mavini yox eləmək üçün deməli, sarı ilə yaşılı toplayırıq. 106 üstə gəlsin 52-dən çıxırıq neçəni? 86-nı. 106, 52 birlikdə edir 158. Çıxırıq buradan 86-nı. Qalır neçə? 72. Düzdürmü? Bu 72-nin içərisindən də sarı ilə yaşıl qaldı artıq. Mavilərin hamısı getdi. Bunlar da nə edəcəklər? Böləcə 2-yə 36 dənə eləmiş olacaq. Cavabımız olacaq nə? B variantı. Deməli, 86 mavi mərmərin zaten bəziləri sarı ilə, bəziləri yaşılla geçəcək. So, bəziləri bilmədiyim üçün nə elədim? Birbaşa ilə sarı ilə yaşlı birləşdirib mavilərin hamısını onlardan çıxdım. Və ardından bu şəkildə nə elədik? Yerdə qalan sadəcə sarı və yaşılları sayını tapmış olduq. Bunu riyazi formada yazsaydıq, məsələn, biraz dərinliyə geçsəydi, belə bir şey eləmək olar da. 86 mavidən x-i sarı ilə geçsəydi, 86 çıxılsın, x-i yaşılla geçsəydi, düzdürmü? Belə olan halda yerdə nə qalacaqdı?
52 çıxılsın x qədər sarı və 106 çıxılsın, düzdürmü? 86 çıx x qədər yaşıl qalacaqdı. Həsən keçər, keçər Həsən. Bunu da neçəyə bölmək lazımdır? 2-yə. 52 çıxılsın x, buradakı çıx x-i təzədən müsbətə çevirəcəkdi, düzdürmü? Bu x-la bu x keçəcəkdi. 52-nin üstünə 106 gəlib, 86 çıxanda yenə də biz 72 böl 2, yəni 36-nı almış olacaqdı. Cavabımız olacaqdı, B variantı. Keçək digər suala. 10-cu sualda bəs bizə deyir ki, eyni stəkanlar iç-içə yerləşdirildikdə iki stəkanın üstü arasındakı məsafə həmişə eyni olur. Yəni sayına görə dəyişir də təbii ki. Şəkil 1-də 21 stəkan hündürlüyü 72 verilir. Tamam, okey. Deməli, stəkanın özünə x, bu balaca boşluqlara y kimi baxsaq, burada da eyni şəkildə buna x, bu balaca boşluqlara isə y kimi baxsaq. Çünki iç-içə girəndə bu məsafə daha balacadır, düzdürmü? 21 stəkan hündürlüyü 72 cm-dirsə, 21 stəkandan biri özüdür, x-in özüdür. Üstə gəlsin, qalan 20 dənəsi y-dəndir. Bu edir neçə? 72. Eyni şeyi burada eləyəcəm, yəni x üstə gəlsin, 26 stəkandirsə, 26-dan bir dənəsi belədir, 25-i isə y-dir. Bərabərdir, 87 cm-də bu edir. Sistem tənliyi kimi baxıb alt-alta çıxıram, x-lar gedir, 25-dən 20y çıxanda qalır. 5y bərabərdir, 87 çıxılsın 72, 15. Y-də bərabərdə 15 bölünsün 5, yəni 3 olmuş olur. Y3-də gətirib yuxarıda yerinə qoyuram. Deməli, Y3 olanda 3, 20, 60, x avtomatik olaraq 12 olmuş olur. Bizdən nə soruşur? 100 ədəd içəcək keçirilmiş deyirsə, stəkanın özündürlüyü üstə gəlsin 99 dənə 3-dən bərabərdir neçəyə? 9, 3, 7 üstə gəl 2, axır 9-dan qutaran Y variantı eləmiş olur. 11. Onurun pulu kitablardan 4-ünü almağa bəs etmir, amma 3-ünü almaq üçün kifayətdir. Buna görə onurun pulu TL baxımından neçə müxtəlif naturalda da ola bilər. Bu tipli suallarda biz ilkin növbədə ən bahalı 3 dənəni seçirik. Ən bahalı 3 dənə 90, 80 və 75-dir. Bunların üçünü topladıqda 90, 80, 160, deməli 170, 75, 245 TL eləmiş olur. 245 TL kifayətdir ki, mən burada istənilən 3 kitabı alım və həqiqətən də xırdaları alanda 60, 70, 130, gəl 75, 205 edir. Zaten neynəmir? 4-cüyü almağa pulumuz satmır. 245 bizim minimum pulumuz olmalıdır ki, istənilən 3 kitabı ala bilək. Maksimum pulumuz isə 245-in üstünə gələcək buradakı digər ən kiçiyin son həddinə qədər. Yəni 59-a qədər. 5, 9, 4, deməli 14, 245, 50. Düz eləmiş hesabladıqda 90, 80, 170, 75, 245. 5, 9'um 14, 1 yadda 4, 5, 9, 1. Bu da 304 dənə eləyir. Bizim maksimum pulumuz eləyir. Ya. Yox. 59 gəlsəm, bu səfər görün nə baş verir burada. Mən 70, 60 və 75-i bu səfər ala bilirəm. Yox, səhv dedim. Bu isə sil. Maksimumu isə ən ucuzlarla hesaplayaram da. Ən bahalı ilə nə hesablayayım ki? Ən bahalı ilə hesablasam təbii ki düz çıxmaz. Ən ucuzlarla isə nə edəcəm? Maksimumu hesablayacağım. Yəni 60 üstə gəlsin, 70 üstə gəlinsin, 60, 70 və 75-in üstünə gələcəm nəyi? Dördüncü bu zaman hansı olur? Deməli 60-ı dedik, 70-i dedik, 75-i dedik. Ən ucuz olan 80 qalır. 80-in maksimum həddinə qədər gedirik, 79-a qədər. Maksimum isə pulumuz bu qədər olmalıdır. 60, 70, 130, 205, 284 oldu maksimum pulumuz. Deməli, bizim pulumuz 245 ilə 284 arasında ola bilər ki, minimum 245 olsa istənilən 3 kitabı, maksimum 284 olsa isə 4-cü kitabı ala bilmirik. 245-dən 284-ə qədər olan ədədlərdə 284-dən çıxaram 245-i, üstünə gələrəm nəyi? 1-i. Bu da eləyər neçə? 39 plus 1, 40 olmuş olar bizim cavabımız olar. B variantı. Bucaqda iki tərəfin uzunluqlarının cəmi 3-cü tərəfdən böyükdür. Bu şərti zaten bizə burada verib ki, yəni bundan aşağıda 4 kəndin eskizi və kəndlər arasında məsafələr göstərir. Məlumdur ki, kəndlər arasındakı məsafələr tam ədəddir.
Unutmayaq ki, sadəcə üsbucaqdakı tərəfin uzunluqları cəmi 3-cü tərəfdən böyük deyil, həmçində fərqi 3-cü tərəfdən kiçik olmaq məcburiyyətindədir. Belə olan halda avtomatik variantlarla getmək olar, heç özümü yormaram. A 17 olarsa 17 ola bilməz, çünki 22-də 17 çıxanda 5 edir, buranın 5 bundan böyükdür, mümkün deyil, olmaz. 18 olarsa bərabər olar, olmaz. 19 olarsa problem yoxdur, gözləyin görək. 20 olarsa 20 ilə 20 olarsa 8 ilə 12-nin cəmi 20 verir, olmaz. 21-də də şey necədir? İkisinin cəmi bundan böyük olmalıdır, amma 21 olanda 8, 12, 20 edir, 21 oradan böyük olmuş olur. Seriya cavabımız C variantıymış. Geçək 13-ə. Yuxarıdakı fiqur kvadratlardan ibarətdir. BCD və Y nöqtələrinin hansı nöqtəsi ilə birləşdirsə fiqur bərabər sahələr olan 2 hissəyə bölünəcək. Deməli, buradakı tək problem bilsin olacaq, mənim o şəkli çəkməyim. Deməli, B-ni bu şəkildə çəkərəm. İndidən hiss elədik ki, mən bu şəkli çəkə bilməyəcəm. Getdi. B-dən çəksəm əgər, burada 3 dənə bütöv var, burada bayağı bir var. C-dən çəksəm eyni, D-dən çəksəm eyni, yəni tək-tək çəkib yoxlamaqdansa mən ən böyük birinci çəkərəm. Y-dən çəksəm burada 1, 2, 3, 4 dənə böyük var. Burada da 1, 2, 3, 4 dənə tam var. Düzdürmü? Ardından bu yarımçıq ilə bu yarımçıq da bu yarımçıq da birləşəndə bir də bütöv əmələ gətirir. Burada da həmçinin bundan bu birləşəndə bir də bütöv əmələ gətirirsə, bütövlərin sayı eyni olduğuna görə deməli A, Y nöqtəsi olmuş olur. Cavabımız olacaq nə? Y. Tamam. Bir sinifdə oğlanlar bir-birləri ilə, qızlar da bir-biri ilə bir dəfə əl sıxır. Oğlanların əl sıxmaları sayı qızların əl sıxmalarının sayından 15 dəfə yox, 15 ədəd olmalıdır. 50 more than the number of handshake of girls. Ədəd. Bu sinifdə oğlanların sayı qızlardan 3 nəfər çox olduğuna görə sinifdə neçə şagird var? Deməli, oğlanlar bir-birləri ilə əl sıxırlarsa, oğlanların sayı əgər x-dırsa, x vurulsun, x çıxılsın, 1 bölünsün, 2 qədər əl sıxacaqlar. Qızların sayı isə, bu sinifdə oğlanların sayı qızlardan 3 nəfər çox olduğuna görə dedim. Qızlar isə x çıxılsın, qızlardan 3 nəfər çox olduğuna görə. O zaman gəlin belə eləyək. Ən birinci bu ədəddir. Qızlara dedi x, oğlanlara dedi x üstə gəlsin 3. Düzdürmü? Oğlanların əl sıxmaları normalda yenə deyirəm. X vurulsun, x çıxılsın 1-dir. Yəni x vurulsun, x çıxılsın 1 bölünsün 2. Bu, özü ilə görüşməmək şərti ilə başqaları ilə görüşülənlərin sayını verir. Bu, şahmat oyununda da belədir, futbol oyununda da belədir. Yəni, istənilən, əgər qarşılıqlı bir münasibətdən gedirsə söhbət, 2 nəfər o münasibətdə iştirak edirsə ki, şahmatda 2 nəfər, məsələn, komanda oyunudur, 2 komanda iştirak edirsə, bu şəkildə ümumi baş verəcək proseslərin sayını bu formüldən tapa bilirik. Yəni, n vurulsun, n çıxılsın 1, bölünsün 2 ilə tapa bilirik biz bunu həmişə. Burada x deyə bu şəkildə yazdım. Belə. Qızlarınki isə x, qızlar x olduğuna görə x vurulsun, x çıxılsın 1, bölünsün 2-dir. Və oğlanların əl sıxmalarının sayı, qızların əl sıxmalarının 15 ədəd çoxdursa, bu bərabərdir nəyə? 15 üstə gəlsin buna. Hər tərəfi 2-yə vuraram. Hər tərəfi 2-yə vurandan sonra 2 getdi, 2 getdi. Burada nə oldu? 15 vurulsun, 2 oldu. İndi sırayla bu hissəni açım. Olacaqdır mənim. Burada yaza bilərik də. X kvadratı üstə gəlsin, 3x çıxılsın, x üstə gəlsin, 3x üstə gəlsin, 9 çıxılsın, 3. X kvadratı 3x, x, 3x, 9 çıx 1 bərabərdir. Bu 15 üstə gəldi, vurmaq deyil. Artıq 15 deyil, 30-dur bu arada. Bayaqlar hər tərəfi 2-yə vurduq. 30 üstə gəlsin, x kvadratı çıxılsın, x. X kvadratı 11 tərəfə keçirəndə x kvadratları sadələşdi. Burada bir dənə minus x var, burada bir dənə minus x var, sadələşdi. Sağda 30 qalıb, 3-ü keçirərəm sağa. Sağ tərəfdə olacaq 30 üstə gəlsin, 3 çıxılsın 9, çünki burada da bir də çıx 9'umuz var.
Bunlar da keçdilər, sağa bunlarla da işim bitdi. 3x üstə gəlir 3x, burada da 6x var. Aha. Bu deməli 33 çıx 9 deməli 6x ilə 24. Deməli x də bərabər nə? 24 bölünsün 6, 4. Nəyə soruşur bizdə? Olduğu sinifdə neçə şagird var? Sinifdə deməli qızların sayı 4 nəfərdir. Oğlanların sayı 7 nəfərdir. Deməli sinifdə 11 nəfər şagird var ki, bu da B variantını bizə vermiş olur. Maraqlı sual idi. Düzdür, bir də o hissədə səhv olmasaydı daha gözəl olardı. 15. Şəkil 1-də verilmiş ABC buzağı B ikincinin tutaraq AD boyunca büküldükdə B ikincisi B ştrix nöqtəsindən gəlir. MBD sepsiyada. Yəni şəkil bizə kifayətlidir, düzdürmü? O zaman diqqətlə baxın bura. Deməli, ilkin növbədə BD-ni BD. Bax, bu AB gəlib qatlanacaq bura, düzdürmü? O nöqtəni mən burada çəkirəm. Tam olaraq gəlib bura qatlanacaq, düzdürmü? Qatlanma zaman bu əgər ora tam olaraq oturursa, deməli, mən AB-yə A desəm, A, B ştrixə də nə deyərəm? A deyərəm, bərabər yanlıdır. Və bunun bərabər yanlı üçbucaq eləmək üçün nə edirəm? Burada ora doğru bir dənə xətt çəkərəm. Bu şəkildə gedib oraya birləşdirərəm. Belə. Burada bərabər yanlı bir üçbucaq əmələ gətirdim. Həmçində fikir versə diqqətlə BD də tam olaraq bu hissəyə oturur da. Yəni bax göz gəlib bura hissəyə otursa, bu da bir bərabər yanlı üçbucaq var burada da. BD B-dirsə, DB ştrix də nədir? B-dir. Çünki bu bax bu tam olaraq gəlib bura oturacaq axı. Yəni məsafə deməli eynidir də, bu məsafə. Bunu da yazdıq. İndi S bucağı 30 dərəcədirsə, bura 20 dərəcədirsə, bura neçə dərəcə düşür? 20-30, 50, bura düşür neçə? 130 dərəcə. Bura 130 dərəcə olduğuna görə, bura 20-dirsə, bunun qonşusu neçədir? 160. Aha. Deməli, 160-dır. Üçbucağın daxili bucaqlarının cəmi 180 olmalıdırsa, bunların arasına nə qədər düşür? Buna düşür 10 dərəcə, bura düşür 10 dərəcə. Bu şəkildə yazılır. Çünki bərabərin üst bucaqda oturacağı bitişik bucaqlar bir-birinə nədir? Bərabərdir. Belə olan halda bura 132-si birlikdə 140-sa bura necə düşəcək? 40 düşəcək. Bu 40 dərəcə olduğuna görə avtomatik olaraq burada 40 dərəcə olacaq səbəb. Çünki A və A tərəfi bu bərabər yanlı üst bucaq idi axı. Bərabər yanlı üst bucaq olduğuna görə bu 40 bu 40-sa bura necə dərəcə düşəcək? 100 dərəcə. Belə olan halda bərabər yanlı üst bucaqda oturacağa çəkilən median həm hündürlüyüdür, bərabər yanlı üst bucaqda oturacağa çəkilən həm hündürlüyüdür, həm median da həm də nədir? Tən böləndir. Bərabər tərəfində bu hamısında eynidir, amma bərabər yanında sadəcə oturacağa çəkilən bu şərti ödəyir. Belə olan halda deməli bu 100 dərəcəni 2 hissəyə bölür. Deməli bura 50 düşür, burada 50 düşürsə bizim x-imiz olur nə? 50 dərəcə. Bundan əlavə bu tipli misalların hamısında standart 2 qiymət verilir. Ya 20 ya 30 ya da 10 ilə 40 bu şəkildə verilir. Burada 10 olur həmişə, burada 40 olur ya da 20 ilə 30 olursa, həmişə bunların avtomatik olaraq nə edə bilərsiniz? Cəmlərini götürə bilərsiniz. Əlavə iş görməyə ehtiyac belə yoxdur. Bu 2 şablonda verilir. Ola bilsin ki, bəlkə də imtahanda elə 10 ilə 40 düşəcək. Yəni ən çox bu 2 şablonla bu suallar nə edir? Sizə təqdim olunur. Burada cavab deməli isə oldu 50 C variantı olmuş oldu. 16. Bu ədədlərin hər ikisi eyni sətirdə, bu ədədlərdən hər ikisi eyni sətirdə və ya sütunda olmayan 4 ədəd seçin. Bu seçilmiş 4 ədədin cəminin mümkün olan ən böyük qiymətin. Ən böyük qiymətində mən 16-dan yapışaram, 10-dan yapışaram. Yox, 16-dan yapışaram, 12-dən yapışaram. Onda niyə yapışaram? 12-dən yapışaram. 16 ilə 12 getdi. Burada ən böyük 7-dir. Bunun məcbur 3 qalır. 10, 16, 12, 38 B variantıdır. Yəni, başqa cür almaq olmur zaten. Baxanda 15, 12, 8-i götürsəm, 27, 35, burada yenə 3-ə düşəcək. Hər cür 38 edəcək. Hər seçimdə 38 edəcək. Aşağıda işlərdə yazılan ədədlər soldan sağa, yuxarıdan aşağıya doğru əldə edilir. Hər addımda bu ədədlər eyni qədər artır. Okey.
Deməli, belə olanda nə edəcəyik? Bu 5, 10, 15 deməli gedibdir. 5 artıbdır. 5 artıb 12 olub, 5 artıb 17 olub, 5 artıb 22 olub. 5 artıb 8 olacaq, 5 artıb 13, 5 artıb 18, 5 artıb 6, 11 və 16 olacaq. Baxdığımız zaman həqiqətən də sağa doğru hamısı 5, 5, aşağıya doğru hamısı neyinir? 2, 2 artır. Bax, 11, 13, 15, 17, 16, 18, 20, 22. Cavab 6, B variantı. Sadə idi, yəni çətin deyildi. 18 aşağıdaki şəkildə 2 rəqəmlə başlayaraq aşağıda cərgədə 4 rəqəmli 1 ilə biter. 2 milyon əmələ gələcək falanlar fistanlar. Deməli, bu tip misallarda nə edirsiniz? 2-dən başlayaraq mənim bir yolum var. Bir yol olduğuna görə bu 2 nəyi görürsə onu da ötürür. 2-də bir yol var. Yəni 2 ilə hər cürə 2 ilə başlayacağam, düzdürmü? Bu bir yol deməkdir. Bu bir görür deyə bax aşağıya doğru 1 ötürür, 1 ötürür. 0 nə gördü? 0 1 gördü. Bir gördüsə o da nə gördüsə onu ötürür. 1 ötürür, 1 ötürür, burada da 1 ötürür, 1 ötürür. Ardından bu 2 nə gördü? 1'i gördüsə yenə bu 1 ötürdü, 1 ötürdü. Amma bu 2 nə gördü? Buradan 1, buradan 1. 2 gördü, nə ötürəcək? 2 ötürdü, 2 ötürdü. Bu 2 1 gördü, 1 ötürdü, 1 ötürdü. Deməli 4-ə mən 1 yolla gələ bilirəm. Həqiqətən çəksəz görərsiniz ki, 4-ə 1 yolla gəlmək olur. Bu 4-ə 1, 2, 3 dəfə düz bu 4-ə gələ bilərsiniz. Biri belə, biri belə, biri də belə olmaqla 3 dəfə gələ bilirik. Bura 2, 1, 3 dəfə gələ bilir. Burada 1 dəfə gələ bilirik. Bunların hamısını da axırdan indiririk, toplayırıq. Ümumilikdə cavab olur nə? 8, C variantı olmuş olur. Bu tipli sualların hamısını böyük, kiçik hamısını bununla həll etmək olur. Çünki çəkəndə bəzən bizi qarışdırıb nəyisə gözümüzdən qaçırmağımız mümkündür. Şəkildəki ədədlər əməliyyat aşağıdakı kimi aparılır. A, D, B, C. Bu çarpazı bu çarpaza vurub toplayır. Tamam. Elə isə deyir, fiqurun əməliyyatı nəticəsində 68 isə sual işarəsilə göstərən ədəd neçədir? Deməli, 3x üstə gəlsin 35 bərabərdir 68-ə, 3x bərabərdir 63-ə və x bərabərdir neçəyə? 21-ə. 63 yazdı. 33. X-ə bərabərdir 11-ə. C variantı. Nəyəsə, yorğunluğuma verir uşaqlar. Həqiqətən çox qəşəng yorulmuşam. Deməli, hər hansı bir oyunçunun qazanma və məğlub olma şansları bir-birinə bərabər olarsa, oyun ədalətlə adlanır. Bəli, amma şans oyunlarında yox. Bu nəsildən aşağıdakı zəratma oyunlarından hansı ədalətli oyundur? Heç biri. Deməli, zərlərin sətrlərində 1-dən 6-ya qədər rəqəmdirsə, deməli, mən eləməliyəm ki, 3-ün 3-ü olmalıdır da. 3'ü atan qalib gəlir, digərləri uduzur. 3 atan qalib gəlsə deməli bir dəfə 3 atır. Birinin ehtimalı 6-da 1-dir, o birisinin ehtimalı 6-da 5. A ola bilməz. Sadə ədədi atan qalib gəlir, digərləri uduzur. Sadə ədədlər hansılardır burada? 2, 3, 5 atan qalib gəlir. Sadə olmayan 1, 4, 6'yı satan nədir? Okey, o zaman elə cavab elə B variantıdır. 4-dən böyük rəqəm atan qalib gəlir. 4-dən böyük rəqəm 5 və 6 atacaq. O birisi 1, 2, 3, 4 atacaq. 3-ə bölünən ədəd atan qalib gəlir. 3-ə bölünən ancaq 3-dən 6-dır. 2-nin 4-ə də ədalətsizdir. 3-dən kiçik rəqəm atan isə 1, 2 atacaq. O birisi isə 4, 5, 6, 3-dən ata bilirsə deməli nədir? Elə B variantı. Sadə ədəd məsələsi daha düzgündür. 21. Kubun bir tərəfinin uzunluğu 1 vahiddir. Qarışqa inarı keçmədə 2 dəfə keçmədən bu kubun kənarları ilə gəzir. Buna əsasən qarışqanın gedə biləcəyi ən uzun yolun uzunluğu nə qədərdir? Qarışqa eyni küncdən bir neçə dəfə keçə bilər. Eyni küncdən deyir aşağılar, eyni tərəfdən demir. Bu hansı halda çəkirsə çəkin maksimum nə olacaq? 9. Niyə? Çünki üz-üzə olaraq 400 var. Bir də keçid var da. Bax, bir dənə kub çəkirəm. Bu şəkildə kubumuzu çəkdiyində fikir verin. Buradan başlasam məsələn, bax. 1, 2, 3, 4, qalxdı yuxarıya. 5, 6, 7, 8, 9. Nə olursa olsun, bax bu 3 dənə qalacaq. Hansında istəyirsə eləyin. Yandan başlayaq. Məsələn, yanla gedək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Fikir verirsə, hər dəfəsində 5-in 5-ə olmaq şəklində, bu şəkildə. Bunların necələ aralarında elə bir ki, bir dənə sərhəd olacaq da. 5-in 5 olacaq, amma həmin o sərhəd həmişə necək? Gözlənəcək. Ona görə də 4 plus 4 plus 1, bu da edir neçə? 9 almış oluruq.
30 şagirddən ibarət sinifdə hər şagirdə 3 müxtəlif kitab paylanacaq. Bu kitablar riyaziyyat, fizika, kimya və biologiya kurslarına aiddir. Eyni bir kursun kitabı. Eynidir ümumilikdə müvafiq olaraq 25, 24 və 21 riyaziyyat, fizika və kimya kitabları paylandığı üçün nə qədər şagird biologiya kitabı almadı. 30 şagird dərəsinə 3 kitab veriləcəksə, deməli biz nə edərik? 30-u vurarıq 3-ə, bu da eləyər neçə? 90. Aha. Ümumi 90 da kitab paylanacaq və bu 90 kitabdan 25, 24 və 21-i paylanıb. Nə qədər paylanıb? 70-i. 90 kitabdan 70-i paylanıbsa, yerdə neçəsi qalıb? 20-si qalıb, düzdürmü? O deməli o 20 kitab nəyindir? Biologiya kitabının da 20 kitab. Sinifdə 30 şagird varsa, onlardan 20-sindən bu kitab veriləcək. Çünki cəmi 20 də biologiya kitabımız var. Deməli neçəsinə çatmayacaq? 10 nəfərə biologiya kitabı çatmayacaq. Yəni 10 nəfər biologiya kitabını almayacaq. Cavabımız olur nə? B variantı. Davam. 23. 20.312 ədədinə 300 silsək 2012 ədədini alırıq. Buna görə neçə 5 rəqəm ədəd var ki, onlardan onun rəqəmlərindən 10 rəqəmlərindən birini silməklə 2012 ədədini alarıq. Əvvəldə ola bilər, axırda ola bilər, ortalarda ola bilər. Sadə sual desən, çətin sual deyil. Əvvəldə olsa 2012, sonda olsa 2 ilə 0-ın arasında olsa 0 ilə 1-in arasında olsa 1 ilə 2-nin arasında olsa. Deməli, əvvəldə olsa 1-dən 9-a qədər bütün qiymətlər ala bilir. 9 fərqli qiymət alır. Burada 0-dan 9-a qədər hamısını ala bilir. 10 fərqli qiymət alır. Burada da 0-dan 9-a hamısını ala bilir. 10 dənə qiymət ala bilir. Burada da 0-dan 9-a qədər hamısını alır. 10 dənə qiymət ala bilir. Burada da 0-dan 9-a qədər hamısını 10 dənə. Yəni qısacası əvvəl xaric hamısını alırdı. Çünki 0 hər yerdə ola bilər, əvvəldə ola bilməz. Hamısı birlikdə eləyir neçə dənə? 49 dənə. Əgər desəydi ki, əgər desəydi ki, məsələn, bu cavablarda 49 yoxdur deyə yeni götürürlər. Amma desəydi ki, bundan əlavə, yəni bunun zaten birini veribdi bizə. 49 fərqli forma var, onlardan birini veribdirsə, o zaman cavab nə olardı? 48 olardı. Yəni onun üçün də biraz tərəddüdlüyəm, çünki bəzi suallarda da aşağı siniflərdə də rastlaşmışdıq da, yəni rus dili düzgün olurdu. Amma burada o söz istifadə olunmayıbdı deyə mən 49-u, yəni Y variantını götürəcəm. Amma yenə deyirəm, bundan əlavə sözünü işlətsəydi, çünki biri artıq istifadə olunubdu, o zaman nə olacaqdı? Cavab 48 olacaqdı. 24. A nöqtəsində bala dovşan, B nöqtəsində isə ana dovşan var. Bala dovşan hər addım üçün 3 vahid, ana dovşan isə hər addım üçün 5 vahid hərəkət edir. Hər ikisi eyni anda tullanır və yerə enir. Bundan əsasən bala dovşan, ana dovşan neçə addımda qarşılaşacaq. Deməli, ana nöqtəsində bala dovşan. A nöqtəsindən bala dovşan 3 atlanacaq, düzdürmü? B nöqtəsindən neyəcək? Ana dovşan atlanacaq 5-5. Bunlar qarşı-qarşıya gəldiklərinə görə ikisi birlikdə hər dəfə bir-birlərinə 8-8 yaxınlaşacaqlar, düzdürmü? Belə olanda mən 100-ü deməli bölürəm 8-ə, bu dediyi neçə? 12 dəfə yerləşir. Deməli, bu 12 dəfə hoppansa gəlib çıxacaq neçəyə? 36-ya. Bu 12 dəfə hoppansa gəlib neçəyə çıxacaq? 60-a, düzdürmü? 60 dəfə atlandığına görə gəlib 40-a çıxacaq, üzr istəyirəm. 5, 12, 60 dəfə atlanır, bu geriyə doğru gəlir. Bu da gəlib çıxacaq 40-a. İndi bu 3 hoppansa 39 olacaq. Bunun hoppansa 39 olacaq. Əgər hoppansa 39. Bu 5 hoppansa isə 35 olacaq, düzdürmü? Deməli, bunlar belə yuxarıda bir-birlərini görəcəklər. İkisi də havada olan zaman bir-birlərini belə çap deyə görəcəklər. Yəni 13-cüdə bir-birlərini görəcəklər. Yaxşı mı? Digər tərəfdən isə necədir? 3-ə gəlsin 5, 8-dir. Deməli, şeyi də unutmamaq lazımdır. Plus 4-dür. 3-ə gəlsin 5 bölünsün 2-də unutmamaq lazımdır.
3x üstə gəlsin 5x şəklində. Bir də bunun üstünə gəldiyi nəyi? Şeyin yarısına. 3x, 5x, 8x bölünsün 2, 4'ü. 3 üstə gəlsin 5 bölünsün 2. Bərabərdir. Yüzə. Yüzdən çıxdı 98x sanki. Evet. 96. Biz bunu çıxmalıyıq bundan. Çünki bunlar ortada toqquşacaqlar. 104'ü nə 13 çıxır içərizdən. 8x bərabərdir. 13 birbaşa da almaq olur. Tənli ilə də almaq olur. 25 aşağıdakı ilk 4 həddi verilmiş ədəd ardıcıllığından qaydası belədir. 5-ci həddən başlayaraq hər bir hədd əvvəlki 4 həddən fərqli ən böyük ədəddir. 9, 7. Böyük ehtimal ki bu ədəddir, yox rəqəmdir. Number. Rəqəm getdi yanda. Deməli 9, 7, 6, 2 növbəti 4, 5-ci bu 4-dən fərqli və ən böyük olmalıdır. Bunlardan fərqli və ən böyük olan hansıdır? 8 yoxdursa deməli ən böyük 8 yazacağam. İndi bunlardan 7, 6, 2, 8-dən ibarət olan və bunlardan böyük olmalıdır. Elə 9-un özü. Ardından 6, 2, 8, 9-da 7. Ardından 2, 8, 9, 7-də 6. Ardından 8, 9, 7, 6-da 5. Ardından 9, 7, 6, 5-də 8, 7, 6, 5, 8-də 9. Aha. Yenə 7, yenə 6, yenə 5. Həmçinin təkrarlama başladı, fikir verin. Deməli 8, 9, 7, 6, 5. 8, 9, 7, 6, 5 formasında bu şəkildə təkrarlanır. Deməli, ilk 4 xaric dayanmadan belə təkrarlanacaqsa, bizdən neçəncini istəyir? 2024-cünü istəyirsə, 2024-dən əvvəl öndəki 4-ü çıxıram, qalır 2020. 2020-nin özündə bölüyü neçəyə? 5-ə. 2020 bölünsün 5, 5-ə bölünən ədəd olduğuna görə qalıq 0 eləyəcək. Qalıq 1 eləsəydi 8 olacaqdı. Qalıq 2 eləsəydi 9. Qalıq 3 olsaydı 7. Qalıq 4 olsaydı 6 və bilirik ki 5-in qalığı 5 olmur, 0 ola bilir. Bu da nə? 5-cini götürürük, cavabımız olur nə? Y variantı olmuş olur. Belə dostlar, bugünləri sizlərlə birlikdə biz TİMO 6-cı sinif nümunə suallarına baxdıq. Növbəti videoda da 7-ci sinifin nümunə suallarına baxacaq. Növbəti videolardan xəbərdar olmaq üçün kanala abunə olub bildirimləri aça bilərsiniz. Həmçinin də hər hansı bir müraciətiniz və ya təklifiniz varsa rəy bölməsində bildirə bilərsiniz. Qeydinə nəzərə çatdırım ki, bir daha mən bu videoları gec saatlarda çəkirəm və bu səbəbdən də yəni yorğun olan hansısa suala belə fərqli yanaşa bilərəm. Əgər bununla bağlı da bir sıxıntı olarsa, indi rəy bölməsində dəqiqəsini və hansı sualda problem olduğunu göstərsəniz, mən növbəti videoda bunu nəzərə alacağam. Belə dostlar, növbəti videolarda görüşənədək hələlik sağ olun.